Ramazan ayı bizə bunu çatdırır ki, Allah bizə dəyər verib, çox dəyər verib, əzizləyir. Deyir, siz mənim qonağımsınız, hamınız Allahla görüş üçün yaranmışıq. İl ərzində Ramazan ayı görüş fürsətidir. Adam hiss eləyir Ramazan ayında. Mən bilmirəm, mən hiss eləyirəm ya hamı hiss eləyir. Yəqin ki, hamı məndən yaxşı hiss eləyir. Ramazan ayında baxsan, görsən, yer həmin yer, torpaq həmin torpaq, ağac həmin ağac, həmin şəhər, amma elə bil başqa şəhərdə yaşayırsan. Başqa cür görürsən, qəlb bir cür halda olur. Müşahidə eləmədiyi şeyləri eləyir, sevinç içində olur, şadlıq içində olur. Bəziləri deyə bilərsiniz ki, mən belə hissləri keçirməmişəm. Bunları düşünsöz görəcəksiniz. Başınızı açın ki, qaldırın ki, yemək içmək məsələsi deyil təkcə. Baxın, görün ətraf, baxın, görün həvadan Allah iyi gəlir, Allah qoxusu gəlir. Allahın qoxusu olar, yox, mən mənəvi qoxusundan danışıram. Bu hisslə daxil olun. Hələ deməyin, neyniyim Ramazan ayında, neynəmiyim, deyən yox, mənə Allah qonaq aparır. Bir ay onun yanında olacam, əmin amanlıqda.